Salam aleyküm əziz babanlar. Tengçiliyimizə dərmanlama prosesi gedəcək indi hal-hazırda. Dərman qarışdırılmasını çəkə bilmədim çünki özüm də dərman hazırlayırdım. Kadr ala bilmədim. İndi atılmasını göstərəcək. Bu il bir dəfə dərmanın atılması prosesini bir video yerləşdirmək istəyirəm. Hə, Hidayət, bax buradan başlayırıq. Bu təzə əkənlər var ha. Deyir bu tərəf, ardına deyir. Buradan qayıdıb yaxşı vuracaq. Hə, bunları daha diqqətli ol günə. Əsas bu dərman onlar üçündür. Düzdür, bunlara da xeyri var. Şo. Bir də ki, oradakı keçən dəfə üstündən şlangın üstündən keçirdi daha. Oradan keçmirdi. Hə, oradayım. Bax, indi hava tutqundur. Bilirəm ki, yağış yağmalıdır. Amma dərmanlama olunur. Yəni, riskə ata bilmirik onu. Dərmanlama eləyirik. Yağış yağsa üstündən bir gün keçəndən sonra yenə də dərmanlama eləyirik. Tengçilikdə daha diqqətli oluruq. Çünki burada xəstəlik yayılsa, qabağını yığmaq olur. Hidayətə də həqiqətən sağ olsun. Böyük kömək deyir. Bir dəfə dərmanı dozasını filan verirəm, qarışdırıb mən çıxıb harasa gedirəmsə, özü həll eləyə bilir. Yəni, bütün tengçiliyin ərazinin haradan girmək lazım, haradan çıxmaq lazımdır, özü dəqiq bilir. Bağda bilirsiniz necədir, hər hansı bir xəstəlik olsa, yəni qarşısını alırıq da, problem deyil. Hər tərəfli qabağını alırsınız. Tengçilikdə ümumiyyətlə əsas məsələ odur ki, xəstəlik ümumiyyətlə yaxınlaşmalı deyil. Bunlar da bizim gizelalarımızdır. Burada da sabahdan işçilər gəlib belə xırda çıxan bu cırdır məsəl üçün. Bunları qopartacaqlar. Bizə bunun böyüməyi lazımdır. Əsas məsələ. Orada da Arizgil tengçiliyin ətrafını təmizləyirlər. Sağ olsunlar. Bu təzə əkilən yerimizdir. Mən yaxınlaşdırım. İstədiyim kimi nətər lazımdır, həqiqətən çatdırır. Burada attığımız dərmanın əsas məqsədi odur ki, bitkini stressdən çıxarmaqdır. Bunlar təzə əkilir, gördüyünüz kimi. Tez bir zamanda inkişafı başlaması üçün. Bu gördüyünüz yarpaq ucu inkişafdadır. Gördüyünüz kimi. Qaytarır dərmanı. Aha, indi normal işləməyə başladı.